Naxçıvan Muxtar Respublikası Arpaçay çayının Şərur rayonunun Yuxarı Daşarx kəndindən keçən hissəsində vətəndaş köməksiz vəziyyətdə qalıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, dərhal əraziyə Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən vətəndaşın çay yatağında traktorla dib dərinləşdirmə işləri apardığı zamanı ani gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qaldığı müəyyən olunub. Xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində çayda köməksiz vəziyyətdə qalan 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəmoğlu xilas edilib.